Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilərim. Bu günlər mən badımcan mürəbbəsini necə hazırlanan reseptini sizinlə bölüşəcəm. Badımcan sevməyənlər belə mürəbbənin dadına heyran qalacaqlar. Əgər sizin üçün də maraqlıdırsa, kanalıma keçid edib videomu sona qədər izləyin. 3 kiloqram badımcanı soyub, çəngəllə deşib 30 dəqiqə duzlu suda saxladım. Onu da qeyd edim ki, badımcanlar tumsuz olmalıdır, çox böyük olmamalıdır, balaca ölçüdə badımcanlar olmalıdır. Ləyənin içərisinə bir dolu xörək qaşığı duz əlavə edib, soyduğum badımcanları ləyənin içərisinə yerləşdirdim. Otuz dəqiqədən sonra badımcanları möhkəm sıxıb, tərtəmiz axar suyun içərisində yumağa başladım. Tuzlu suda saxlamağımın əsas səbəbi bu idi ki, badımcanların acılığı çıxmalı idi. Həm acılığı çıxmalıdır, həm də görürsünüz necə qara su çıxıbdı. Tərtəmiz sıxıb qutarandan sonra axar suyun içərisində bir neçə dəfə yudum və yenə də möhkəm badımcanların hamısını sıxdım ki, içində nə duzlu su qalmasın, nə də acılıq qalmasın. Siz özünüz də görün, su necə şəffaf və təmiz idi. Deməli, badımcanlar çox yuyulmalı idi. Hamısını sıxıb qurtardım. Kənarda bir ləyənin içərisinə bir dolu xörək qaşığı çayını soda əlavə edib, 1 saatda çayını soda suda saxlamağa başladım. Bir saatdan sonra badımcanları yenidən sıxıb yenə möhkəm sıxdım. Kənarda yenə axar suyun içərisində tərtəmiz yumağa başladım. Bu cür axar suyun içərisində tərtəmiz yudum bunun hamısını. İçərisində nə çayını soda qalmışdı, nə də heç nə qalmamışdı. Təmiz suda yuyub qurtardıqdan sonra 15 dəqiqə suda pörtdətdim. Badımcanları ocağın üzərində 15 dəqiqə pörtdətdim. Bu cür yenə qara suyu çıxdı. Yenidən yenə suyun içərisində yenə tərtəmiz yudum, yenə də möhkəm sıxdım ki, badımcanın içərisində acılıq qalmasın. Bu cür hamısını əməl etmək lazımdır. Etap-etap hamısını əməl etmək lazımdır ki, badımcan necə mürəbbəsi hazır olur. Tam qurtardıqdan sonra ləyənin içərisinə 3 litr su, 3 kiloqram şəkər tozunu şərbət kimi hazırlayıb, badımcanların içərisinə əlavə edib 15 dəqiqə qaynadırıq. On 15 dəqiqə qaynatdıqdan sonra ocağın altını söndürüb 20 dəqiqə yenə şirədə saxlayırıq, şərbətin içərisində saxlayırıq. Bunu da qeyd edim ki, mürəbbə pişdikcə üzərinə az da olsa kəfkər onu götürmək lazımdır. Bir ədəd limonu yarı hissəyə böldüm. Yarısını doğradım, yarısını kənarda saxladım. 20 dəqiqədən sonra ocağın altını yandırdım, doğramış limonları mürəbbənin içərisinə əlavə etdim. Yerdə saxladım, yarım limonu da yenə həmən mürəbbənin üzərinə suyunu sıxdım. Bu cür. Mürəbbənin içərisinə bir ədəd vanil, 7 ədəd də müxək əlavə etdim. On 15 dəqiqə qaynatdım, artıq mürəbbə pişmişdi. Məti də çox gözəl idi. Budur, mürəbbəmiz hazır oldu. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Yeni videomda görüşənədək.